Salam, hər vaxtınız xeyir olsun, hörmətli müəllimlər. Hər birinizi salamlayıram. Bizim bugünkü dərsimiz MHM kitabından sürət məsələləri olacaq. 90 nömrəli məsələmizə baxaq. İki maşın eyni zamanda iki məntəqədən qarşı-qarşıya yola düşdü. Birinci maşının sürəti 72 km/saat, ikinci maşının sürəti isə 63 km/saatdır. 3 saatdan sonra maşınlar arasında qalan məsafə 21 km oldusa, məntəqələr arasındakı məsafəni tapın. Mən demişdim ki, qarşı-qarşıya hərəkət məsələlərində əgər maşınlar arasında ara məsafəsi varsa, o zaman biz nə edirdik? Sürətləri toplayırdıq, vururduq zaman müddətinə, üzərinə ara məsafəsini gəlirdik və tapırdıq məntəqələr arasındakı məsafəni. Yəni ki, düsturumuz belə idi. S bərabərdir V1 üstə gələk V2 vurulsun T üstə gəlinsin ara məsafəsi. İndi bizə sürətlər hər biri bəllidir. Biri 72-dir, biri 63-dür. Yazırıq 72 üstə gəlinsin 63. Vurulsun 3 saat sonra deyir. Vurulsun 3 saat üstə gəlinsin ara məsafəsi 21 km bərabərdir. Bunu hesablayaq. 72 ilə 63-ü toplayırıq. Eləyir 135 vurulsun 3 üzərinə gəlinsin 21-ə. Bərabərdir. Deməli, bu eləyəcək 405, üstünə də 21 gəlirik, eləyir 426 kilometr. Doğru cavabımız 426 kilometr D bəndi. Keçək növbəti sualımıza 91 nömrəli məsələmiz. Aralarındakı məsafə 920 kilometr olan iki şəhərdən eyni vaxtda qarşı-qarşıya iki maşın yola düşdü. Maşınlardan birinin sürəti 103 km/saat, o birinin sürəti isə 35 m/saniyədir. 4 saatdan sonra onlar arasında məsafə neçə kilometr olacaq? Deməli, hörmətli müəllimlər, əvvəlcə burada fikir verək sürət vahidlərinə. 1 km/saatdır, 1 m/saniyədir. Burada indi biz metr bölünsün saniyəni çevirək, kilometr bölək saata ki, məsələmizi rahat şəkildə həll eləyə bilək. Deməli, hörmətli müəllimlər, burada 35 m/saniyəni çevirmə aparaq. Deməli, saniyədə 35 metr gedirsə, 35 metri 1 saniyədə. Görək bu 1 saata nə qədər yol gedər? 1 saata getdiyi yolda əvvəlcə gəlin bunun 1 dəqiqəyə getdiyi yol tapaq. Sonra 1 saata getdiyi yolu taparıq. Əvvəlcə bunu 60 saniyəyə, bura 60 saniyə yazdım, yəni 1 dəqiqəyə getdiyi yol. Bu da olacaq x-a. Çarpaz vurarıq, buradan x bərabər olar 35 vurulsun 60-a. 35-i də 60-a vuranda deməli eləyəcək 2100 metr. Deməli 1 dəqiqədə 2100 metr yol gedir. Bəs 1 dəqiqə 2100 metr yol gedirsə, 1 saata nə qədər yol gedər? Deməli, 1 dəqiqəyə yazaq, 1 dəqiqəyə 2100 metr. 1 saata görə nə qədər yol gedər? Yəni 60 dəqiqəyə nə qədər yol gedər? X. Çarpaz vurma apararıq. Buradan da x bərabər olar. 2100-ü vurarıq 60-a. Görək nə qədər eləyəcək? Deməli, 126.000 metr. Bunu da kilometrə çevirək, 126 kilometr. Deməli, ikinci maşının sürəti nə qədər oldu? 126 kilometr yolu 1 saata gedirsə, sürəti olacaq 126 kilometr bölünsün saata. İndi hər biri artıq məlumdur. İndi bunları silək. Keçək indi öz məsələmizdə yerinə yazaq. Həmin çevrilməni məsələnin həllində nəzərə alaq və tapaq görək. Onlar arasında 4 saatdan sonra nə qədər ara məsafəsi qalacaq. Yenə hörmətli müəllimlər, ara məsafəsi söhbəti varsa, düsturumuzu yenə yazırıq. S bərabərdir V1 üstə gəlinsin V2 vurulsun T üstə gələk ara məsafəsi. Yəni bu düsturu bir dəfəlik yadda saxlayırıq. Maşınlar arasında ara məsafəsi qalırsa qarşı-qarşıya hərəkətdə, o zaman bu düsturdan istifadə olunur. Yox, əgər ara məsafəsi qalmırsa, maşınlar elə neçə saat sonra görüşürlər də deyirsə, o zaman bu T-yə qədər olan hissə bizim düsturumuz olacaq. İndi aralarındakı məsafə 920 verib bizə bərabərdir. Sürətləri tapırıq.
yazırıq daha doğrusu yerinə 103 üstəgəlsin digərinin sürəti oldu 126 vurulsun 4 saat üstəgəlsin ara məsafəsində bilmirik, yəni x yazaq bunun yerinə. İndi yerinə yazırıq 920 bərabər 103-ün üstünə 126 eləyir 229 vurulsun 4 üstəgəlsin x-ə. Burada 229-u 4-ə vursaq eləyəcək deməli 36 2 dəfəm 8 3 yadda 11 2 dəfəm 8 1 yadda 9 916 üstəgələk x bu da 920. Deməli buradan da x nəyə bərabər olacaq? 4 kilometr. Deməli onlar arasında məsafə qalacaq 4 saat sonra 4 kilometr. Bu da oldu 91 nömrəli məsələmiz hörmətli müəllimlər. Keçək növbəti sualımıza 92 nömrəli sual. Aralarındakı məsafə 966 kilometr olan iki stansiyadan eyni zamanda iki qatar qarşı-qarşıya yola düşdü. Birinci qatarın sürəti 80 km/saat, ikincisinin sürəti isə birincidən 13 km/saat çoxdur. 5 saat sonra onlar arasında qalan məsafə nə qədər olacaqdır? Deməli, maşınların, qatarların sürəti, birincinin sürəti V1 bərabərdir 80-dir. İkincinin sürəti bundan 13 km/saat çoxdursa, ikincinin sürəti olacaq 93-ə. S də bərabərdir məntəqələr arasındakı məsafə, iki stansiyalar arasındakı məsafə 966. T də verib bizə 5-i. İndi ara məsafəsini soruşur. Yenə düsturumuzu yazırıq. S bərabərdir V1 üstəgələk V2 vurulsun T üstəgələk ara məsafəsi. Düsturumuz bu şəkildədir. Buradan yazırıq 966 bərabərdir V1 V2 80 üstəgəlinsin 93 vurulsun 5 üstəgəlinsin ara məsafəsini bilmirik. Yazırıq x-la. Buradan alınacaq 966 bərabərdir 80 üstə 93 eləyir 173 vurulsun 5 üstəgələk x-a. Buradan alınır 966 bərabərdir. Deməli 5 7 dəfəm 5 35 bir yadda 36 bu da elədir 865 üstəgəlinsin x-a. Buradan da x bərabər olacaq 101 kilometr. X bərabərdir 101 kilometr. Deməli, məntəqələr arasındakı qalan məsafə 101 kilometr oldu. Doğru cavabımız hörmətli müəllimlər oldu A bəndi. Keçək indi növbəti sualımıza. Ee, 93 nömrəli sualımız. Aralarındakı məsafə 700 km olan iki stansiyadan eyni zamanda qarşı-qarşıya iki qatar yola düşdü. Onlardan birinin sürəti 80 km/saat, ikincinin sürəti isə bunun 4/3 hissəsi qədər idi. Qatarlar neçə saatdan sonra görüşərlər? Deməli, birincinin sürəti 80-dir, ikincinin sürəti bunun 4/3 hissəsi qədərdirsə, 80-in 4/3 hissəsini tapırıq. 80-i 4-ə bölürsünüz, vurursunuz 3-ə eləyir 60. Deməli, sürətlər bəllidir artıq. Deməli, sürətin biri 60-dır, biri 80-dir. Məsafədə 700-dür. Deyir, neçə saatdan sonra görüşərlər. Görüşərlər deyirsə, düsturumuz bu şəkildə olur. Bayaq demişdim, sürətlər cəmliyi vurursunuz T-yə. Yəni, 700 bərabərdir 60 üstəgələk 80 vurulsun T-yə. Bu da eləyir 700 bərabərdir 140 T-yə. T-ni də tapanda 700-ü 140-a bölürük eləyir 5. Doğru cavabımız 5 eləyir hörmətli müəllimlər. C variantı. Hörmətli müəllimlər, bununla da bu video dərsimizin də sonuna gəldik.
Bu video dəstədə biz sürət məsələlərindən tanış olduq. Sonda kanala abunə olub videoları bəyənməyi unutmayın. Sualınız olarsa rəy bölməsində yazıb soruşa bilərsiniz. Sağ olun, salamat qalın. Növbəti video dəstələrdə görüşənə qədər.